تقبل الله منا ومنكم عيد مبارك علينا وعليكم. تقبل الله منا ومنكم عيد مبارك علينا وعليكم. بسم الله الرحمن الرحيم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن أصدق الحديث كتاب الله فإن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل أمور محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Allah Azze ve Celle'nin Adem evladına, kullarına verdiği sonsuz nimetler var. Hansı ki o nimetleri bir kez saymak istese asla sayıp bitirə bilməz. Asla sayıp qurtara bilməz. Və bu nimetler dərəcədir. Birbirinden daha üstün, daha aşağı olan nimetler. Bu nimetlerin içerisinde en əzəmətlisi Allah Azze ve Celle'nin kuluna verdiği hidayet nimetidir. Çünkü hidayet nimeti sonu yoktur. Hidayet nimetinin sonu ebedi cennettir. Diğer nimetler bu dünyada insan ruhunu teslim ettikdə həmin nimetler de bitir. Ancak hidayet nimeti ve onunla birlikte olan sabitlik nimeti, dinde sabit kalma, dindən azmama niməti əbədidir. Sonu əbədi cənnətdir. Və qullara, müsəlmanlara vacibdir ki, bu niməti daima dəyərləndirsinlər. Bu nimətin qədrini bilsinlər. Çünki Allah Azze ve Celle hidayət verdikdən sonra bu niməti, bu hidayəti qoruyub saxlamağı qullarına əmr edir. وَلَا تَمُتُّنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ. Allah'tan korkun ve Müslüman olmadan ölmeyin. Müslüman olarak ölün. Çünkü o kadar insanlar vardır ki Allah Azze ve Celle onlara hidayet vermiştir. Ama onlar bu hidayeti koruyup saklayabilmemişler. Ve Allah Azze ve Celle onlardan bunu almıştır. Hatta Allah Resulü sallallahu aleyhi ve sellem dünyasını değiştikten sonra hatta paltarları çürüməmişdən, qabları sınmamışdan qabaq Məkkə, Mədinə və Taifin yarısı çıxmaq şərti ilə bütün Ərəbistan yarımadası mürtəd oldu. Dindən çıxdı. Ona görə müsəlman daima bundan qorxmalıdır. Bu neməti dəyərləndirməlidir. Və bu neməti dəyərləndirməyin də Allah Azze ve Celle səbəblərini zikr etmişdir. Şəriət bu neməti qoruyub saxlamaq üçün bəzi səbəblər zikr etmişdir. Müsəlmana vacibdir ki, həmin səbəbləri bilsin, həmin səbəblərdən yapışsın ki, müsəlman kimi dünyasını dəyişsin. Çünki müsəlman olmaq kifayət deyil. Vacib olan müsəlman kimi ölməkdir. Həsən-ül Basri rahimahullah'a sual verirlər. Daha doğrusu deyirlər ki, insanların dindən dönməsi, dəstə-dəstə insanların dindən irtidad etməsi necə təəccüblüdür.
Həsən Basri rahimehullah deyir ki, xeyr, əksinə təəccüblü olan insanların dində necə sabit qalmasıdır. Hətta bunu öz dövründə demişdir. İslamın ən güclü elm əhlinin, alimlərin yer-göy dolusu qədər olduğu bir dövrdə Həsən Basri deyir ki, təəccüblü olan insanların dində sabit qala bilməsidir. Bizim zamanımızda bu daha qorxuludur. Hansı ki, biz buna daima şahid oluruq. Sanki elə bir günümüz yoxdur ki, eşitməyik, filan kəs azdı, filan kəs dindən çıxdı, filan kəs filan məsələdə küfrə girdi. Və o azanlar, o küfrə girənlər heç də bizdən əksik, heç də əqilləri qıt, kəslər deyil. Yəni, bizim onlardan hər hansı bir üstünlüyümüz yoxdur ki, biz dində sabit qalırıq. Ona görə müsəlman bu səbəblərdən yapışmalıdır. Yapışmalıdır ki, Allah Əzzə və Cəllə onu bu dində sabit saxlasın. Səbəblərdən ən birincisi, müsəlman daima bu fikirdə olmalıdır, bu düşüncədə olmalıdır ki, bu neymətə hidayəti və sabitliyi ona verən Allah Əzzə və Cəllədir. Bu, Allahın ona verdiyi mülkdür, Allahın ona verdiyi neymətdir. Əsla müsəlman bir an belə o fikirdə olmamalıdır ki, bunu özü qazanır. Bunu öz elmi ilə, öz araşdırması ilə, öz cəhdi ilə əldə edir. Öz araşdırması ilə sabit qala bilir, xeyr. Bu, Allah Əzzə və Cəllənin neymətidir. Və Allah Əzzə və Cəllə bu neymətə şükr etdiyin zaman onu artırır, onu qoruyub saxlayır. Və bu, bütün neymətlər üçün keçərlidir. Nə zaman qul həmin neymətə küfr edərsə, o neymətin özünün gücü sayəsində, özünün elmi sayəsində, özünün araşdırması sayəsində əldə etdiyini düşünərsə, bu neymətə küfr olar, nankörlük olar və Allah Əzzə və Cəllə onu onun əlindən alar. Allah Əzzə və Cəllə Qasas surəsində Qarun haqqında zikr edir. Və buyurur ki, biz Qaruna mal-mülk vermişdik və Qarun dedi ki, bu mənim öz elmim sayəsində əldə olunub. Mən bunu öz elmimlə əldə etmişəm. Və Allah Əzzə və Cəllə buyurur ki, və biz onu malı, mülkü ilə bərabər yerin dibinə batırdıq. Nə ona bir yardımcı, nə də kömək edən oldu. Bu, Allah Əzzə və Cəllə bu ayədə neymətin birini zikr edir. Ki, Qarun mal-mülk neymətinə küfr etdi, nankörlük etdi. Dedi ki, bunu mən özüm əldə etmişəm, öz elmimlə. Və bu bütün neymətlər üçün keçərlidir ki, qul daima bu düşüncədə olsun. Ona görə sələflər daima qorxu içərisində olublar. Nəinki sələflər, peyğəmbərlər belə daima qorxu içərisində olublar ki, birdən bu neymət əllərindən çıxar. Baxın, İbrahim əleyhissalam, Quran-ı Kərimdə Allah Əzzə və Cəllə onun haqqında bəhs edir. Dua edərkən deyir ki, وَجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَسْنَمِ Ya Rabbi, məni və övladlarımı bütlərə ibadət etməkdən qoru. Tabiinlərin imamı İbrahim Ət-Təymi rahimehullah buyurur ki, İbrahimdən sonra kim əmin ola bilər? İbrahim əleyhissalam belə qorxurdusa, tövhidin atası dediyimiz Allah Əzzə və Cəllənin fəttəbi'u millət İbrahim, İbrahimin dininə tabi olun, İbrahimdə sizin üçün örnək var dediyimiz bir peyğəmbər özü və övladları haqqında narahat idi, qorxurdu. Deyir ki, ya Rabbi, məni və övladlarımı təkrar bütə ibadətə qayıtmaqdan qoru, bütlərə ibadətdən qoru. Allah Rəsulü sallallahu aleyhi və səlləm daima gecə namazında insanlar yatarkən gecə namazında daima bu duanı edir ki, Ya muqalləbəl qulub, səbbit qalbə alə dinikə. Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit elə. Qəlbimi dinin üzərində sabit elə. Və eyni ilə möminlər daima dua edirlər. Allah Əzzə və Cəllə Alimran surəsində möminlərin həmin duasını zikr edir. Rabbənə lə tuziq qulubənə bə'də iz hədəytənə. Ey Rəbbimiz, bizə hidayət verdikdən sonra qəlblərimizi azdırma, qəlblərimizi saptırma. Müsəlman daima bundan narahat olmalıdır. Mömin daima bunun əndişəsini, bunun narahatçılığını yaşamalıdır.
və buna görə də daima şükr etməlidir. Şükr etməlidir ki, o neymət onun əlində qalsın. Ancaq bugün görürük ki, müsəlmanlar bu neyməti sanki öz mülkü kimi, sanki öz əziyyəti kimi qəbul edirlər. Bir çoxları. Sanki öz araşdırması kimi, sanki girib internetdə bir-iki məqalə oxuyaraq, şübhəli qalan bir-iki məsələnin cavabını taparaq sabit qalmış kimi, bunun sayəsində sabit qalmış kimi özlərini təqdim edirlər. Bununla fəxr edirlər, bununla lovğalanırlar, bununla başqalarına yuxarıdan aşağı baxırlar. Bununla azan insanlara, bununla hidayət olmayan müşriklərə lağ edirlər. Onları gülüb ələ salırlar. Sanki hidayəti bu özü əldə edib, Allah Əzə və Cəllə buna verməyib, özü əldə edib, öz zəhmətidir. Müşriklər də, digərləri də və yaxud dindən azanlar da öz səhvləri ucundan hidayətdən məhrum olublar. Halbuki elə deyil. Allah Əzə və Cəllə yəhdi mən yəşə, istədiyinə hidayət edir. Və yudillu mən yəşə, istədiyini də azdırır. Bu sırf Allah Əzə və Cəllənin əlində olan bir hikmətdir. Ona görə görürsən ki, müsəlmanlar, bəziləri hidayət olmağı, dində sabit qalmağı sanki nə qədər çox oxusan, nə qədər araşdırsan, nə qədər şübhəli məsələlərə, sənə lazım olmayan məsələlərə girişsən, səni maraqlandırmayan məsələlərə girişsən, o qədər sabit qalacaqsan deyə qəbul edirlər. Başqalarının yanında öyünürlər. Sərt olmalarıyla, filankəs baltadır, filankəs, mən atamı, anamı təkfir edən adamam, filankəs kimdir ki, filan alim kimdir ki, bununla öyünürlər, bununla fəxr edirlər. Sanki atasını, anasını təkfir etməyin şəriətdə xüsusi bir fəziləti var. Yəni, atan, anan küfr üzərindədirsə, sən vacibi yeyini etirmirsən. Vacib idi etmirsən. Küfr üzərində deyilsə, haram işləmirsən. İkidə bir bunu insanların gözünə soxmaq, təkfir etdiyi kəsləri zənlə, sənə lazım olmayan şeylə alimlər təkfir etməyi özünə haqq qazandırmaq üçün gətirdiyi lazımsız bəhanələr, lazımsız səbəblər. Ona görə nə deyirəm, müsəlman daima təvazökar olacaq. Daima bu neymətin qədrini biləcək. Çünki bu elə bir şeydir ki, dindən çıxmaq elə bir şeydir ki, çox asandır. İmam Buxari rahiməhullah səhihində bunun üçün xüsusi bir bab açmışdır. Müminin özünün də xəbəri olmadan əməllərinin puça çıxması babı. Xüsusi bir bab açmışdır ki, müsəlman özü də bilmədən əməlləri boşa çıxır. Ki Allah Əzə və Cəllə bunu xüsusi olaraq qeyd etmişdir. Hucurat surəsindədir ki, Ya eyyuhəl-ləzinə əmənu, lə tərfə'u əsvətəkum fəvqə savtin nəbi. Ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən ucaya qaldırmayın. Nə olar birdən qaldırsaq, ən təhbətə ə'mələkum və əntum lə təş'urun. Bütün əməlləriniz boşa çıxar. Heç özünüzün də xəbər olmaz, heç özünüz bilməzsiniz. Yəni, bir dənə əməl xəbərin olmadan, bu məni dindən çıxartmaz deyə düşündüyün, bu elə-belə şeydir deyə düşündüyün bir əməl sənin dindən çıxmağına, bütün əməllərin boşa çıxmağına səbəb olur. Səbəblərdən ikincisi, insanın özünə aid olmayan şeylərlə məşğul olması. Allah Rəsulu sallallahu aleyhi və səlləm İmam Tirmizinin rəvayət etdiyi hədisdə Həsən bin Ali bin Əbu Talib radiyallahu anhudan gələn hədisdə buyurur ki, Min husnil İslamil mər'i tərkuhu mə lə ya'nihi. İnsanın İslamının gözəlliyi ona aid olmayan şeyləri tərk etməsidir. İnsanın İslamın gözəlliyi nə deməkdir? Yəni, ona aid olmayan şeyləri tərk etdiyi zaman İslamını gözəl yaşayacaq. İslamını gözəl yaşayan adam İslamında sabit qalacaq. Dində sabit qalacaq. Ona aid olmayan şeyləri tərk etməsi. İnsan özünə aid olmayan şeylərə bulaşdığı zaman özünə lazım olan şeyləri tərk edir. Bu insanın fitrətidir. Mümkün deyil ki, insan
həm özünə aid olan, özünə lazım olan şeylərlə məşğul olsun, həm lazım olmayan şeylərlə məşğul olsun. Bu mümkün deyil. Kim özünə lazım olmayan şeylərə bulaşıbsa, özünə lazım olmayan şeylərlə məşğuldursa, mütləq özünə lazım olan, özün üçün fayda olan şeyləri tərk etmişdir. Ona görə Həsən el-Basri rahimehullah buyurur ki, Allahın səndən üz döndərməsinin əlamətini bilmək istəyirsənsə, bax Allah səni nə ilə məşğul edir. Səni dünyada və axirətdə sənə fayda verməyəcək şeylərlə məşğul edirsə, deməli səndən üz döndərib. Artıq sən irtadın astanasındasan. Artıq sən irtadın uçurumundasan. Müsəlman daima fikirləşməlidir ki, mən nə ilə məşğul olum ki, bu mənə dünyada və axirətdə fayda versin. Müsəlman daima etdiyi əməlin özünə nə qədər aid olub olmadığını düşünməlidir. Nə ilə biləcəyik? Allah Əzə və Cəllənin kitabını oxuyacaq. Allah Rəsulü sallallahu aleyhi və səlləmin sünnəsini oxuyacaq. Ona baxacaq. Sahabələr nə ilə məşğul olurdular? Allah Rəsulü sallallahu aleyhi və səlləmə hansı sualları verib nəyi öyrənirdilər? Qəbirdə bizə hansı suallar soruşulacaq? Qiyamət günü bizdən nə soruşulacaq? Bir insan bir şeylə maraqlanmazdan əvvəl, bir şeylə məşğul olmazdan əvvəl öz-özünə sual verməlidir. Bunu məndən Allah Əzə və Cəllə soruşacaqmı? Bunu bilsəm, mənim imanım artacaqmı? Bunu bilsəm, əməlim çoxalacaqmı? Bunu bilsəm, bunu bilməsəm, bundan cahil qalsam nə olacaq? Bunun hesabını verəcəyəmmi? İnsan bunu özündə təlqin etdiyi zaman, bununla özünü hesaba çəkdiyi zaman biləcək, anlayacaq ki, nə özünə lazımdır, nə özünə lazım deyil. İslam dini bir dəryadır. İnsan hər şeyi bilə bilməz. Hər şeyi bilməklə də mükəlləf deyil. Bu din asandır. Kim bunu çətinləşdirərsə, din ona qalib gələr. Kim Allah Əzə və Cəllənin ona yükləmədiyi şeyi özünə yükləyərsə, əsla onun altından çıxa bilməz. Haldan hala düşər. Onun o yükün altında dayana bilməz. Haldan hala düşər və batar, məhv olar gedər. Ona görə müsəlman dediyin kimi daima fikirləşsin ki, mən bunu bilsəm, bununla məşğul olsam, bunun mənə nə faydası var? Ancaq görürsən ki, insanlar, müsəlmanam deyə keçinənlər, əksəriyyəti nə edirlər? Elə lazımsız şeylərlə haqdan azırlar. Elə lazımsız şeylərlə doğru yoldan azırlar. Bidətə, küfrə düşürlər ki, fikirləşirsən ki, bunun nə faydası var idi ona? Bunu bilmək onun nəyinə lazım idi? Bunu araşdırmaq onun nəyinə lazım idi? Qədimdə yaşamış alimlərin, falan alimin hökmü. Sanki bu ümmətin heç bir dərdi yox idi. Sanki bu ümmətin hər şeyi, bütün əqidəsi, inancı, əməlləri dörtlükdür. Hər şey kamil idi. Bir ilişib qaldıqları şey, qədimdə yaşayan hər hansı bir alim, Əbu Hənifənin hökmü nəymiş görəsən? Bu da ümmətin xilaskarıdır. Yeni bir şey kəşf edib, bir-iki YouTube'dan, Google'dan bir-iki məqalə tapıb oxuyub, yeni bir, heç kəsin xəbəri olmadığı bir şey tapıb. Əbu Hənifənin zəlalətləri, Əbu Hənifənin küfürlərini tapıb. Və ümmət də bunu tapa bilməmişdi, zəlalət içərisində idi. Bu, onu bəyan etməklə, araşdırmaqla ümməti xilas elədi. Ümmətin bir dənə dərdi buydu. Hansı ki, halbuki bunu bilmək, bunu araşdırmaq nə sənin dünyana, nə sənin axirətinə fayda verir. Əksinə Allah Əzə və Cəllə belə şeylərlə məşğul olmağı quluna qadağan etmişdir. Yəni, sən bəzi şeyləri bilə bilərsən. Amma bunu hamıya bəyan etmək, bunu araşdırmadan, bunun ciddiyyətinə varmadan, sanki bu əqidəymiş, sanki bu müsəlmanlar üçün mühüm, müsəlmanlar üçün bilməsi olmazsa olmuş bir şeymiş deyə insanlara servis edə bilməzsən. Bunu etdiyin zaman sən fitnəkarsan, sən fitnənin başında gedənsən. Və bunun ya yetinmiş, sonra keçir başqa məsələlərə. Falan şeyin hökmü, nə bilim, WhatsApp işlətməyin küfründən danışır. Adam WhatsApp'ın küfrünü, WhatsApp statusunda WhatsApp'ın küfründən danışır. İnsan nə qədər zəlil olar, nə qədər bədbəxt olar.
WhatsApp statusunda WhatsApp işlətməyin küfrünü yazır. Deyirsən ki, sən də bundan istifadə edirsən axı. Deyir, mən öz adımı açmamışım, başqası açıb mənim adımı. Və ya mən tövbə etməmişdən qabaq açmışam bunu. Bədbəxt adam. Allah Azze və Cəllənin dini ilə bu qədər oyun oynamaq olar. Bu qədər nifaq olar. Tövbənin şərti bilmirsən ki, tövbə etdiyin şeyi bir dəfəlik tərk etməkdir, peşman olmalıdır. Tərk etmədiyin şeyin nəyindən tövbə etmirsən? Allaha ələ salmırsan, Allahın dini ilə oyun oyuncaq oynayırsan, Allaha aldatmaq istəyirsən. Bu qədər zəlil olar insan. Bu insan artıq belə bir insanın qalması, sabit qalması möcüzədir. Çünki bu Allah Azze və Cəllənin dini ilə artıq oyun oynayır. Deyirsən ki, sənin danışdığın kəs haqqında sələf belə danışmayıb. Əhl-i sünnətin bir çox alimləri Əbu Hənifənin fəzilətindən danışıblar. İmam Zəhəbi Mənəqibul Əbu Hənifə deyə böyük bir kitab yazıb. İbn Teymiyyə Rahiməhullah Ləmiyə qəsidəsində buyurur ki, Həzə ətiqadun Şəfi və Məlikin və Əbu Hənifətə sümmə Əhmədi yunqalu. Bu əqidə Əhl-i sünnətin əqidəsini bəyan edir. Qısa bir nəzm şəklində yazılmış qəsidədir. Ləmiyə qəsidəsi. Buyurur ki, bu əqidə Malikin, Şafinin, Əbu Hənifənin və İmam Əhməddən nəql olmuş əqidədir. Onlardan çox bilirsən. Nəyinə lazım idi bunlar sənin? Və bununla yetinmir, keçir başqa mövzuya. Hər gün bir şeydən bir şeye atlanır. Hər gün buradan ora, oradan bura atlanır. Keçir, ikrah mövzusuna. Falan şeyin hökmü, falan şey, bugünkü həbsxanaların hökmü belə gəldi. Bugün falan şeyin hökmü belə getdi. Ona görə İmam Əvzai Rahiməhullah buyurur ki, ey bidətçilər, siz bir bidətdən əsla tövbə etməzsiniz. Əksinə, ondan daha şiddətli birinə keçərsiniz. Abdullah bin Mübarək Rahiməhullah buyurur ki, elə bir bidətçi yoxdur ki, bir bidəti üzərində sabit qalsın. Mütləq onun arxasınca başqa bidətlər uyduracaq. Elə bir adam yoxdur, həqiqətən yoxdur. Elə bir adam tapa bilməzsiniz ki, desin ki, hər şey yaxşıdır, bir dənə falan məsələsində bidətə düşüb. Yoxdur belə bir adam. Mütləq onun arxasınca başqası gəlir. Odur ki, müsəlmanlara, sabit qalmaq istəyən müsəlmanlara vacibdir ki, onu maraqlandırmayan şeylə özünü məşğul etməsin. Zaten insan bir ömür belə gecə-gündüz çalışsa, özünü maraqlandıran şeylərin hamısını əldə edə bilməz. Özünə lazım olan şeylərin hamısını əldə edə bilməz. 1 milyon il ömür yaşasa, insan özünə lazım olan, özünə faydalı olan şeylərin hamısını öyrənib əldə edə bilməz. Ona görə möminlər dua etdi ki, Allah Əzə və Cəlləyə, ey Rəbbimiz, unutduqda, yanıldıqda, xata etdikdə bizi bağışla. Allah Əzə və Cəllə də bağışladı. İnsanın bilmədiyi şeylərlə, dinin əsli istisna olmaqla, dinin təfərrüatında insanın bilmədiyi, cahil qaldığı, unutduğu, xata etdiyi şeylərdə Allah Əzə və Cəllə bu ümməti bağışladı. Sən isə nə edirsən? Sənə lazım olan şeyləri tərk etmirsən. 15 ildir deyir, İslamdayam, hər il eyni sualı verir. Falan şey dəstəmazı pozurmu? Hər il fitrə zəkatı nə qədər çıxmalıdır? Fitrə zəkatı nədən çıxmalıdır? Falan şey nədən olmalıdır? Sən bunları bilməklə mükəlləfsən. Bunları bilmək sənə vacibdir. Bunu bilmədiyin zaman hesaba çəkilirsən. Bunda xata etdiyin zaman sən qiyamət günü cavab verəcəksən. Bunların heç birini bilmir. Maraqlanmır. Nə ilə maraqlanır? Heç kəsə lazım olmayan, bu ümmətin dərdi olmayan, Allah Əzə və Cəllənin ona mükəlləf etmədiyi şeylə. Aqulu qawla haza estəğfirullah li və lakum. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin və alə alihi və əshabihi əcma'in. Həmçinin bu neyməti əldə saxlamağın səbəblərindən biri Allah Əzə və Cəllənin dininə hər yönü ilə qiymət vermək. Allah Əzə və Cəllənin 7 qat səmada nazil etdiyi hər şeyə əhəmiyyət vermək, qiymət vermək.
Allah Əzə və Cəllə 7 qat səmadan nazil etdiyi hər bir hökmün Allah qatında qiyməti var. Onun sənin qatında da qiyməti olması labüddür, vacibdir. Yuxarıda dediyim kimi, bu din tək əqidədən ibarət deyil. Bu din etiqad etdiyin şeyə əməl etməkdən ibarətdir. Ona görə mələklər qiyamət günü möminlərə deyir ki, etdiyiniz əməllərlə girin cənnətlərə. Demək ki, insan əməl etməklə mükəlləfdir. Bu din təfərrüatdan ibarətdir. Bu din fiqhdən ibarətdir. İnsan yeganə, təkcə ancaq dinin əsli, əqidə falan məsələlərlə maraqlanıb, amma sünnə ilə, Allah Rəsulü sallallahu aleyhi və səlləmin gündəlik etdiyi sünnələrlə, dinin ibadətlə əlaqəli olan məsələləri ilə maraqlanmazsa, ona əhəmiyyət verməzsə, bu onun dinindən azmasının səbəblərindən biri olar. Çünki əgər Allah Əzə və Cəllə sənə ayaq yoluna girərkən deyəcək sözü, çıxarkən deyəcək sözü 7 qat səmadan nazil edibsə, bu onun qatında əhəmiyyətli olduğu üçün, Allah Əzə və Cəllənin qatında əhəmiyyətli olduğu üçün bunu nazil edib. Sən buna əhəmiyyət vermədiyin zaman, Allah Əzə və Cəllə sənin əhəmiyyət verdiyin şeyi sənin əlindən alacaq. Çünki sən Allahın əhəmiyyət verdiyi şeyə sən əhəmiyyət vermirsən. Ona görə qula lazımdır ki, müsəlmana lazımdır ki, dini bütünüylə qəbul etsin. Dini bütünüylə əhəmiyyət versin. Eşitdiyi hər hansı bir sünnətə dərhal əməl etsin. Eşitdiyi bir əqidəyə dərhal etiqad etdiyi kimi, bir əqidə məsələsini eşitdiyi zaman, ona dərhal inandığı kimi, bir sünnəti eşitdiyi zaman da dərhal ona əməl etməyə çalışsın. Və bunu etmədiyi zaman artıq biz görürük ki, əlimizdə sünnədən heç bir şey qalmayıb. O qədər sünnətləri tərk edirik. O qədər sünnətləri tərk etmişik ki, o qədər böyük neymətlərdən, faydalardan məhrum olmuşuq ki, hamısının səbəbi nədir? Bizə lazım olmayan şeylərlə maraqlanmaq. Halbuki Allah Rəsulü sallallahu aleyhi və səlləm gəldiyi 23 il dəvətində 13 ilini və daha çoxunu sünnələrə, təfərrüata, ibadətlərə həsr edir. Qullarına bunu, sahabələrinə bunu öyrədir. Allah Əzə və Cəllənin kitabı təkcə əqidədən ibarət deyil. Bu təməldir, bu əsasdır. Amma bunun qorunub saxlanması üçün əməl şərtdir. Əməl. Biz etiqad edirik ki, iman, söz, etiqad və əməldir. Hanı bəs əməl? Əmələ iman etməyən, imanın əməldən olmadığını deyən murciyələrə, cəhmiyələrə inkar edirik. Onların zəlalət üzərində olduğunu deyirik. Amma bəlkə də həmin o əməl imandan deyil deyə etiqad edən murciyələrin əməli bizdən çoxdur. Biz etiqad etdiyimiz əmələ necə yanaşırıq? Etiqad etdiyimiz əmələ qarşı nə qədər sabitik? Etiqad etdiyimiz əmələ qarşı nə qədər ciddiyik? Bunu hesaba çəkdiyimiz zaman öz halımızı görəcəyik. Müsəlman bu deyilənləri, bu zikr olunanları diqqətlə düşünməlidir. Düşünməlidir ki, hidayət üzərində sabit qalsın və Allah Əzə və Cəllənin əmri olan, müsəlman olmadan ölməyin əmrini yerinə yetirə bilsin. Allah Əzə və Cəllədən istəyirəm ki, Allah Əzə və Cəllə bu bitirdiyimiz Ramazanı bizim üçün bərəkətli etsin. Allah Əzə və Cəllə bizi günahları bağışlanaraq bu Ramazandan çıxan qullarını eləsin. Allah Əzə və Cəllə İslam ümmətini bu Ramazandan sonra, bu Ramazanda İslam ümmətinin xeyirləri üçün, İslam ümmətinin faydası üçün olan hər bir şeyi nazil etsin. Allah Əzə və Cəllə Allah yolunda olan qardaşlarımıza yardım etsin. Allah Əzə və Cəllə əsirlikdə olan qardaşlarımıza, bacılarımıza yardım etsin. Onları tezliklə əsarətdən xilas etsin. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və etûbü ileyk.